Demək, inkişaf etdirici təlim mühiti dedikdə əsasən uşağın hər tərəfli şəkildə, yəni inkişafını təmin edir də. Onun həm sosial, həm emosional, fiziki, yaradıcı, yəni belə deyək də, nəzərdə tutulan bütün inkişaf sahələrini özündə əks etdirir də. Uşağın hər tərəfli inkişafını təmin edir. Həmçinin burada belə deyək də, tərbiyəçi müəllimlər üçün psixoloji və fiziki cəhətdən təhlükəsiz bir mühit yaradılır. Təhlükəsiz və həvəsləndirici bir mühit yaradılır müəllimələr. Daha sonra biz burada uşaq yönümlü mühitin yaradılması üçün bir sıra tələblər nəzərə alınmalıdır. Demək, burada qeyd olunur ki, uşağın ətraf mühitdə olan əşyalar və onları əhatə edən insanlarla qarşılıqlı əlaqə quraraq öyrənməsi və biliklər qazanması. Daha sonra uşağın inkişafını və öyrənməsini təmin etmək üçün onun maraq, ehtiyac və güclü tərəflərinin nəzərə alınması. Demək, uşaq yönümlü mühitin düzgün təşkili üçün biz uşağın maraqlarını, ehtiyaclarını və güclü tərəflərini nəzərə almalıyıq. Həmçinin ətraf mühitdə olan əşyalar və onları əhatə edən insanlarla qarşılıqlı əlaqə quraraq biliklər qazanmalıyıq. Daha sonra isə biz burada deyə bilərik ki, məktəbəqədər təhsil müəssisəsində bir növ inkişaf etdirici mühit iki yerə bölünür, müəllimələr. Bura daxili inkişaf etdirici mühit və xarici inkişaf etdirici mühit daxildir. Daxili inkişaf etdirici mühit dedikdə müəssisənin və qrupun daxili mühitidir. Yəni bir növ qrup otağında nə görsəz, o daxili inkişaf etdirici mühit əks etdirəcək. Yəni məsəl üçün belə deyək də, daxili inkişaf etdirici mühitin yaradılması üçün həmçinin fəaliyyət mərkəzləri əsas götürülür. Yəni, daxili inkişaf etdirici mühitin yaradılmasının əsası fəaliyyət mərkəzlərində təşkil edilir. Demək, burada uşağın maraq və ehtiyaclarına uyğun müxtəlif bir növ deyək ki, fəaliyyət mərkəzləri yaradılır. Fəaliyyət mərkəzləri dedikdə isə bu bizim güşələrimiz nəzərdə tutulur, müəllimələr. Yəni, güşələrimiz uşaqların maraq və ehtiyaclarına, tələbatlarına uyğun şəkildə təşkil olmalıdır. Bu bir növ prinsiplərimizdən uşaq yönümlü mühitin düzgün təşkilini təmin edir. Daha sonra isə müəllimələr gəlir xarici inkişaf etdirici mühit. Xarici inkişaf etdirici mühit dedikdə isə uşaq bağçasının həyətyanı sahəsi nəzərdə tutulur. Yəni, müəssisənin həyətyanı sahəsi daxili məkanda mümkün olmayan belə deyək də, imkanları bir növ təmin edir. Yəni, daxili mühit qrupun daxili mühitidir. Yəni, qrupda nə görsəz, məsəl üçün əşyalar mı deyək, didaktik materiallar, oyuncaqlar və s. Yəni, bunlar hamısı daxili mühitdir. Amma xarici mühit həyətyanı sahədir. Daha sonra isə müəllimələr bir sıra tələblər var bu mühitlərin yaradılması üçün. Yəni, müəssisənin həyətyanı sahəsinə nə daxildir bizə desə, biz bura ağaclar, bitkilər, güllər, çiçəklər, daha sonra biz bilirik ki, qum və su güşəmiz var. Bura daxildir qum, daş, gil, su, meyvə və tərəvəzlər, müxtəlif ağaclar. Bura bağçanın həyətyanı sahəsində bilirik ki, əks olunmuşdur. Həmçinin biz burada deyə bilərik ki, ətraf mühitin yaradılması üçün daxili və belə deyək də, inkişaf etdirici və dəstəkləyici mühitin yaradılması inkişaf sahələri üzrə, yəni uşağın təliminə müsbət təsir göstərir. Yəni, bizdən soruşsalar nə üçün qurulur inkişaf etdirici təlim mühiti? Biz deyəcəyik ki, o zaman inkişaf sahələrinə əsasən təmin edilir müəllimələr. Daha sonra müxtəlif fəaliyyət mərkəzləri, yəni fəaliyyət mərkəzləri dedikdə də biz bildik ki, güşələrimiz nəzərdə tutulur. Güşələrimizin də düzgün təşkili üçün bir sıra tələblər var, müəllimələr. Yəni, bizim güşələrimizin yaradılması üçün biz bildik ki, güşələrimiz inkişaf sahələri üzrə qurulur. Həmçinin fəaliyyət mərkəzlərində uşağın inkişafı təmin edilir. Burada, yəni, qrup mühitinin bir növ yaxşı, düzgün təşkili üçün uşaqlara sərbəst seçim imkanı yaradılır. Daha sonra otaqlarda belə deyək ki, hər bir yaş qrupu üzrə, yəni təşkil edilir bildiyimiz bu güşələr, fəaliyyət mərkəzləri və burada uşaqlar müxtəlif oyunlar, tədqiqat, müşahidə edirlər ətraf mühiti.
Biz bilirik ki, fəaliyyət mərkəzlərinin yaradılması üçün ilk növbədə uşaqların maraq və ehtiyaclarını nəzərə almalıyıq. Demək, müəllimələr məktəbəqədər təhsil müəssisəsində mövcud olan təlim resursları nəzərə almaqla tərtib olunur fəaliyyət mərkəzləri. Yəni bizdən soruşaq ki, fəaliyyət mərkəzləri necə təşkil olunur, nə üçün təşkil olunur? Biz o zaman qeyd edəcəyik ki, uşağın maraq və inkişaf ehtiyaclarına uyğun olaraq qurulur. Həmçinin məktəbəqədər təhsil müəssisəsində mövcud olan təlim resursları əsasında təmin edilir. Daha sonra isə müəllimələr gəlir, fəaliyyət mərkəzləri, güşələrimiz. Güşələrimiz dedikdə isə bizim əsasən 12 güşəmiz nəzərdə tutulur. Demək, riyaziyyat güşəsi var, daha sonra kitab güşəsi var, stol üstü oyunlar güşəsi var, elm güşəsi var, təsviri fəaliyyət güşəsi var, qum və su güşəsi var, oyuncaq tikinti materialları güşəsi var, daha sonra süjetli rollu oyunlar güşəsi var, məişət təsərrüfat güşəsi var, milli güşə var, gəlincilik güşəsi var, nəqliyyat güşəsi var, təbiət güşəsi və sonunda əl əməyi güşəsi. Yəni bizdən soruşacaqlar ki, hansı güşədən sırf məktəbə hazırlıq qruplarında istifadə edilir? Biz o zaman qeyd edəcəyik ki, yalnız əl əməyi güşəsi məktəbə hazırlıqda istifadə olunur. Çünki uşaqlarda hələ belə deyək də, motor hərəkətləri, koordinasiya tam formalaşmadığı üçün, yəni əsasən məktəbə hazırlıq qrupunda tam formalaşmağa doğru gedir. Kiçik yaş qrupunda olmadığı üçün ona görə əl əməyi sırf məktəbə hazırlıq qrupunda təşkil edilir müəllimələr. Daha sonra isə fəaliyyət mərkəzlərinin yaradılması üçün bir sıra tələblər qoyulur müəllimələr. Həmçinin biz burada məsəl üçün deyə bilərik ki, qum və su güşəsi. Qum və su güşəsi bildik ki, xarici inkişaf etdirici mühitə daxildir. Daha sonra süjetli rollu oyunlar güşəsi var, milli güşə, gəlincilik güşəsi. Bunlar haqqında da birazdan məlumat verəcəyik. Demək, fəaliyyət mərkəzləri bir-birindən ayrı şəkildə təşkil edilir, müəllimələr və xüsusi materiallarla təchiz edilir. Bu materiallar həm tərbiyəçi müəllim, həm valideyn, həm də uşaqlar tərəfindən yaradıla bilər. Həmçinin mərkəzlərdə qoyulan materiallar uşaqların əlçatan vəziyyətdə qoyulmalı. Uşaqlar həmin materiallarla sərbəst, yaradıcı şəkildə davranmalıdır. Daha sonra isə biz burada deyə bilərik ki, uşaqlar burada kiçik qruplarda birləşərək əməkdaşlıq etməyi, kollektivlə əlaqə qurmağı, ünsiyyət qurma bacarıqları formalaşmış olur. Fəaliyyət mərkəzləri bir növ deyə bilərik ki, uşaqlar üçün əlçatan şəkildə olmalıdır. Uşaqlar həmin materiallarla yaradıcı və müstəqil davrana bildiyi halda, həmçinin uşaqların əlçatan vəziyyətində olmalıdır. Uşaqlar yaradıcı, sərbəst şəkildə həmin materiallarla bir növ təmin edilməlidirlər. Daha sonra isə müəllimələr burada məktəbəqədər təhsil müəssisəsində inkişaf etdirici və dəstəkləyici təlim mühitinin yaradılmasında bir sıra məktəbəqədər yaş dövründə, yəni oyun kateqoriyaları əks olunmuşdu. Biz bilirik ki, digər oyunlarımız da var, yaradıcı, didaktik oyunlar. Yəni o tamam ayrı mövzudur, bu ayrı mövzudur müəllimələr. İndi biz bunlara baxaq. Demək, müəllimələr məktəbəqədər yaş dövründə uşaqlarda formalaşdırılan oyun kateqoriyaları hansılardır? Təklikdə oyunlar. Yəni təklikdə oyunlar dedikdə materiallar və ideyalarla, yəni tək başına oyun. Təklikdə dedikdə, yəni tək şəkildə, sərbəst şəkildə, müstəqil şəkildə uşağın bir növ fəaliyyət göstərməsidir, bir növ fərdi deyək də. Daha sonra isə paralel oyunlar gəlir müəllimələr. Paralel oyunlarda bir növ biz deyə bilərik ki, burada qeyd olunub ki, bəzən təkrarlayaraq, bəzən isə həmin materiallardan istifadə edərək birgə fəaliyyət növünü həyata keçirməklə bir-biri ilə yanaşı oyun. Yəni bu nə deməkdir müəllimələr? Paralel oyun. Yəni belə deyək, iki uşaq var oyun fəaliyyəti zamanı. Yəni onlara tərbiyəçi müəllim bir növ deyək ki, bir dənə oyun verib. Amma uşaqlar həmən oyunu birgə şəkildə oynamırlar. Yəni hərəsi özü üçün oynayır. Amma yanaşıdırlar. Bu olacaq bizim paralel oyunumuza. Daha sonra isə gəlir müəllimələr əməkdaşlıq oyunları.
Əməkdaşlıq oyunları da bildiyimiz kimi ümumi maraqlarla qarşıya qoyulan problemi həll etmək üçün istifadə olunur. Yəni, əməkdaşlıq oyunlarında ideya və rol mübadiləsi aparmaq yolu ilə uşaqlar qrupunda əməkdaşlıq oyunlarıdır. Yəni, birgə, kollektiv şəkildə uşaqların oyun növündə bir növ iştirak etməsi, uşaqlar əməkdaşlıq etməklə qrupda davranma qaydalarını mənimsəmiş olurlar, digər uşaqlarla ünsiyyət, kommunikasiya bacarıqlarını nümayiş etdirmiş olurlar. Daha sonra isə gəlir müəllimələr bizim sərbəst oyunlarımız. Sərbəst oyun dedikdə nə başa düşürük? Sərbəst oyun tək başına və yaşıdlar ilə oyun nəzərdə tutulur. Yəni, bir növ biz burada necə seçəcəyik? Təklikdə oyun və sərbəst oyunu. Təklikdə oyun odur ki, yalnız burada uşaq tək şəkildə, fərdi şəkildə oynayır. Amma sərbəst oyun odur ki, burada da uşaq tək oynayır. Amma yəni sərbəstdir də, müstəqildir. Ancaq ona kiminsə köməyi, belə deyək, nəyəsə ehtiyacı olsa, ona kimsə oyun prosesində kömək edə bilir müəllimələr. Daha sonra isə gəlir bizim sensomotor oyunlarımız. Sensomotor oyunlar dedikdə isə müxtəlif materiallardan hazırlanmış oyuncaqların köməyi ilə su və qumu qarışdıraraq və ya papiyemaşədən formalar hazırlamaqla həm lamisə üzvlərinin, həm də fiziki hərəkətlərin istifadəsi ilə əşyaların xüsusiyyətlərinin öyrənilməsidir. Gəlin, baxaq, görək, sensomotor oyun dedikdə nə başa düşürük? Yəni, biz burada deyirik ki, uşaqlar xarici inkişaf etdirici mühitdə, yəni bağçanın həyətyanı sahəsində qum və suyu qarışdıraraq müxtəlif, belə deyək də, lamisə üzvlərinin vasitəsilə yeni nəsə obyektlərin xüsusiyyətlərinin öyrənilməsidir. Lamisə üzvü dedikdə də biz bura bir növ deyə bilərik ki, necə deyək, lamisə üzvlərimizdə, yəni toxunaraq, hiss edərək, yəni bu bizim lamisə üzvlərimizdir. Daha sonra isə müəllimələr gəlir konstruktor oyunlar. Konstruktor oyunları isə taxta kubların və ya legoların istifadəsi ilə oyuncaq maşınları üçün qarajların tikintisində bir növ müxtəlif konstruksiyaların yaradılması. Yəni, konstruktorlu oyunlar bildiyimiz kimi taxta kublar, legolar. Yəni, biz bura nə deyə bilərik? Kublar olur, rəngli müəllimələr. Onu qeyd edə bilərik. Yəni, taxta kublarla, legolardan istifadə edərək oyuncaq maşınlar üçün qarajların tikintisində istifadə edilir. Daha sonra isə sujetli rollu oyunlar gəlir, müəllimələr. Bu bizim estetik və yaradıcı inkişaf sahəmizdə əks olunmuşdur. Yəni, süjetli rollu oyun nədir? Yəni, xəyali olaraq uşaq bir növ kiminsə dostunu məsəl üçün təqlid edir və yaxud da dovşanımı deyək, meymunumu deyək, təqlid edir, imitasiya edir. Yəni, onun hərəkətlərini bir növ bənzədir də. Süjetli rollu oyun dedikdə, yəni xəyali olaraq, məsəl üçün mağazada satıcı olur, həkim rolunu yerinə yetirir, yanğın söndürən rolunu yerinə yetirir. Yəni, xəyali obrazların yaradılması, hisslər, hadisələr, insanlar, heyvanların imitasiyası və təsviri, bundan əlavə müvafiq dil və jestlərdən istifadə edilməsidir. İndi gəlir simvolik oyunlar. Yəni, əksər müəllimələr simvolik və süjetli rollu oyunları bir-birindən ayırd eləyə bilmirlər. Gəlin, baxaq görək burada əsas məqam nədir? Süjetli rollu oyunlarda qeyd olunub ki, xəyali obrazların yaradılması, amma simvolik oyunlarda simvolik və ya xəyali olaraq konkret əşya obyektlərin təsviri nəzərdə tutulur. Yəni, süjetli rollu oyunda biz deyirik ki, təqlid eləyir də kimisə başqasının hərəkətlərini. Məsəl üçün, mağazada satıcı olur, həkim olur. Amma xəyali oyunlarda simvolik oyunlarda biz deyəcəyik ki, məsəl üçün, uşaqlıq dövründə edirdik, məsəl üçün, necə deyək, simvolik oyun, məsəl üçün, qazan qapağından maşın rolu kimi istifadə edir. Yəni, bu tiplidir də. Gəlin, baxaq görək, simvolik oyunda nə qeyd olunub? Simvolik oyun dedikdə simvolik və ya xəyali olaraq konkret əşya, obyekt, hərəkət və ya hadisələrin təsvir olunmasıdır. Daha sonra burada qeyd olunub ki, məsəl üçün, simvolik oyun konstruktiv və dramatik oyunu təşkil edir.
Konstruktiv və dramatik oyun. Yəni bir var konstruktorlu oyunlar, bir də var konstruktiv və dramatik oyun. Yəni bunları qarışdırmayın müəllimələr. Həmçinin biz deyə bilərik ki, körpələr qrupunda təlim, yəni oyun məşğələ formasında təşkil edilir. Oyun məşğələlərin düzgün təşkili üçün bir növ belə deyək də, uşaqlar böyüklərin nitqini anlamalıdırlar, dərk etməlidirlər, ətrafa bir növ bələdləşməli, uyğunlaşdırmalıdırlar müəllimələr. Gəlin baxaq indi nəyə? Təlimin səmərəli təşkili üçün tərbiyəçi müəllim nələri bilməlidir, nələri bacarmalıdır? Yəni təlimin səmərəli təşkili üçün hər bir fəaliyyətdə uşaqlarla birgə iştirak etməlidir tərbiyəçi müəllim. Qrup otağı və materiallarının estetikliyini təmin etməlidir. Uşaqların inkişafında və təlimində irəliləyişləri sənədləşdirməlidir. Daha sonra təlim və təcrübələr arasında əlaqələri görmək üçün uşaqlara kömək etməlidir. Təqdim edilən iş vasitəsilə öz biliyini ifadə etməkdə uşaqlara kömək etməlidir. Valideynlərlə əməkdaşlıq etməlidir daim. Daha sonra layihələr barədə həmkarlar və valideynlərlə dialoq aparmalı, söhbət aparmalıdır. Bunlar bizim belə deyək də, təlimin səmərəli təşkilinə verilən tələblərə daxil idi. İndi biz nəyə baxırıq? Təlim prosesi şərti olaraq belə deyək də 4 hissəyə bölünür. Uşaq fəaliyyətinin bir növ müxtəlif növlərinin təşkili prosesində həyata keçirilən təlim fəaliyyəti, daha sonra rejimə əsasən həyata keçirilən təlim fəaliyyəti, uşaqların müstəqil fəaliyyəti, proqramın realizasiyası zamanı ailələrlə qarşılıqlı əməkdaşlığın təşkil edilməsi. Daha sonra isə biz burada görürük ki, təlim prosesinin təşkilində uşaqların yaşına uyğun iş formaları və iş üsullarından istifadə olmalıdır. Yəni, iş formaları biz dedikdə nəzərdə tuturduq? İş üsullarımız və iş formalarımız var idi. İndi biz bunu növbəti dərsdə keçirəcəyik. İş formalarına bizim fərdi, kollektiv, qruplarla, cütlərlə, yarım qruplarla, yəni bunlar daxil olur. Yəni, hər bir, belə deyək də, təlim prosesinin səmərəli təşkili üçün biz uşaqların hər tərəfli inkişafını təmin etməliyik və hər bir uşağın ehtiyacına, marağına uyğun, yaş xüsusiyyətlərinə uyğun biz təlimi təşkil etməliyik ki, uğur qazana bilək. Daha sonra isə müəllimələr biz burada nələrə baxaq? Fəaliyyət mərkəzlərinin yaradılması, daha yəni belə deyək də maraqlı, əyləncəli, cəlbedici olması üçün bir sıra şərtlər var. Biz burada maraqlı təşkil edək deyə didaktik, daha sonra süjetli, rollu, hərəkətli, musiqili, yallı xarakterli, imitasiya xarakterli oyunların keçirilməsidir. Daha sonra müxtəlif janrda bədii uşaq ədəbiyyatının bir növ oxunması, müzakirəsidir. Uşaqlarla situativ söhbətlərin təşkilidir. Daha sonra gəzinti zamanı fəslə uyğun təbiətdəki dəyişikliklərin müşahidəsidir. Əməli fəaliyyətin təşkili, yəni əməli fəaliyyət təsviri fəaliyyət deməkdir. Biz bilirik ki, təsviri fəaliyyətə nələr daxil edir? Rəsm yapma, kəsib yapışdırma, quraşdırma, yəni bunlar daxil idi, aplikasiya daxil idi. Daha sonra isə mahnıların və rəqslərin ifa olunması, hərəkətlərin inkişafı üzrə məşğələlərin təşkili, müxtəlif rejim anlarında fəaliyyətin təşkil edilməsi bura daxildir. Yəni, biz uşaqların diqqətini cəlb eləmək üçün bir növ onların maraqlarına uyğun müxtəlif bir fəaliyyətlər təşkil etməliyik, oyunlar təşkil etməliyik, onların ehtiyaclarına uyğun. Yəni, elə uşaq var ki, musiqiyə meyilli var, eləsi var daha çox oyunlarla, belə deyək də, əyləncəli, oyun vasitəsilə daha əyləncəli, daha sevincli olur. Eləsi var, belə deyək də, fiziki mədəniyyət, fiziki hərəkətləri yerinə yetirən zaman daha, belə deyək də, maraqlı, əyləncəli olur. Yəni, hər bir uşağın meyl marağına uyğun biz mühiti hər tərəfli təşkil etməliyik. Yəni, bu mövzumuz bu qədərdir müəllimələr. Nəsə aydın oldu mu? Yəni, nə deyə bilərsiniz? Hər şey aydın oldu mu? Bəli, müəllimə. Aha, lap yaxşı müəllimə. Axşamınız xeyir, çox gözəl müəllimə. Axşamınız xeyir müəllimə. İndi yəni bu mövzumuz bu qədər idi müəllimələr. İstəyirsinizsə sual-cavab təşkil eləyək.
digər keçən mövzulardan. Mən biraz oxumuşam bu dərsdən. Bu dərsdən də sual cavab eləyə bilərsiniz. Bu dərsdən sualları hal-hazırda hazırlamamışam müəllimə. Amma belə. Hə. Kim sual cavab olunmaq istəyir? Əlini qaldırsın. Bir dəqiqə. Aha. Müəllimələr, mövzu aydın oldu müəllimələr. Bəli, müəllimə. Bəli. Hamısı bir-birindən bağlıdır. Aha, yaxşı müəllimə. Kim sual cavab olmaq istəsə, əgər əlini qaldırar. İndi Müjgan müəllimə sizə keçən mövzulardan sual cavab eləyək. Demək müəllimə, siz mənə qeyd eləyin nəyi? Müəllimə, məktəbəqədər təhsilin vəzifələrinə nələr daxil idi? Məktəbəqədər təhsilin vəzifələrinə Aha. bir dəqiqə fikrimi toparlayım. Məktəbəqədər təhsilin vəzifələrinə biraz köməklik elə bilərsiniz, böyle yadıma düşsün. Olar müəllimə. Aha, buyurun müəllimə. Mən? Aha, bəli, buyurun deyin müəllimə. Keyfiyyətli təlim, yəni keyfiyyətli təlim verməliyik vəzifəmizdir. Sonra sosiallaşdırmalıyıq uşaqları. Vəzifələr soruşuram, müəllimə. Vəzifəsi. Hər bir uşağın keyfiyyətli məktəbə qeyd eləyin müəllimə. Hər bir uşağın keyfiyyətli məktəbə qədər təhsilinin təşkil edilməsi, uşaq şəxsiyyətinin formalaşdırılması. Aha, bəli. Aha, digərləri yadınıza düşdü Müjgan müəllimə? Deyim müəllimə, bəli. Fiziki, psixi-mənəvi sağlamlığının qorunmasını təmin etmək, sonra uşaq ehtiyaclarını nəzərə almaq, təhsil bazası əsasında sosiallaşma tələbatının yaradılması, sonra sosial baxımdan ailənin dəyərli üzvü kimi uşağın inkişafını təmin etmək, sonra uşağın ailəsinə, vətəninə məhəbbət, xalqına, həmçinin digər milli mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə etmək uşaqları. Aha, bəli müəllimə, düz qeyd edirsiniz. Yaxşı Müjgan müəllimə, siz mənə qeyd edin, məktəbəqədər təhsil müəssisəsinin əsas belə deyək də, məqsədi nə idi? 3 əsas məqsədimiz var idi. Məktəbəqədər təhsilin? Aha, bəli müəllimə. Məktəbəqədər təhsilin, uşaqların məktəbəqədər təhsil sahəsində hüquqlarını təmin etmək, sonra təhsil prosesinin iştirakçılarının hüquqlarını təmin etmək, bir də təhsil sistemində müasir tələblərə uyğun, hüquqi tələbatlara uyğun. Bəli, müəllimə. Bir növ müasir tələblərə dövrlə ayaqlaşmaq, bəli. Müasir tələblərə uyğun fəaliyyətin təşkili. Yaxşı müəllimə, siz mənə qeyd edin, məktəbəqədər təhsil nə idi? Tərifini deyə bilərsiniz? Məktəbəqədər təhsil uşaqların intellektual, fiziki, mənəvi inkişafına xidmət edən ilkin bilik, bacarıq və vərdişlərinin mənimsənilməsi prosesidir. Aha, bəli müəllimə. Məktəbə hazırlıq pillədir yoxsa səviyyədir müəllimə? Pillədir müəllimə. Bəs məktəbəqədər təhsil? O səviyyədir. Aha. Yaxşı müəllimə, neçə fəsil və neçə maddədən ibarət idi? Mən neçə fəsil, 94-cü maddə, birinci hissənin birinci bəndindən 5 fəsil 25 maddədən ibarətdir. Aha, bəli müəllimə. 5 fəsil 25 maddədən ibarət idi. Yaxşı müəllimə, siz mənə nəyi qeyd eləyin? Məktəb hazırlıq neçə yaşlı uşaqlar üçün zəruri idi? 5 yaşlı uşaqlar üçün. Aha, bəli müəllimə. Yaxşı müəllimə, siz mənə qeyd edin, şəxsiyyət yönümlülük prinsipin nə demək idi və orada neçə faktordan ibarət idi? Müəllimə, şəxsiyyət yönümlülük prinsip neçə faktordan ibarətdir? Aha, bəli müəllimə. Şəxsiyyət yönümlülük 4 faktordan. Milli bəşəri dəyərlər, sonra idrak, ünsiyyət. Şəxsiyyət yönümlü nə deməkdir? Uşaqlarda zəruri həyat bacarıqlarının formalaşdırılmasıdır. Bu milli bəşəri dəyərlər birinci, sonra idrak, sonra
Müəllimə qeyd eləməyin də. Qoy müəllim özü desin. Aha, bəli müəllimə. Psixomotor bacarıqlar, bir də ünsiyyət. Bəli müəllimə. Yaxşı müəllimə, mən sizə nəyi qeyd edirəm? Deyirəm ki, tərbiyəçi müəllim dərsi daha çox ənənəvi formada keçir. Hansı prinsipi pozur? Bu tələb yönümlülük. Aha, bəli müəllimə. Yaxşı, deyirəm ki, dərsləri bir-biri ilə əlaqələndirmirəm. Bu uşaq yönümlülük. Əlaqələndirmirəm müəllimə. İnteqrativlik. Aha, bəli müəllimə, inteqrativlik. Müəllimələr, zəhmət olmasa qeyd eləməyin, əgər bilməsə qeyd eləyərsiniz. Yaxşı müəllimə, siz mənə qeyd eləyin nəyi? Müəllimə, defektoloq kim idi? Defektoloq fiziki, əqli qüsurlu uşaqların bir növ korreksiyası ilə məşğul olan şəxs. Aha, bəli müəllimə. Dedik ki, məktəbə qədər dövr belə deyək də, iki hissəyə bölünürdü. Böyük məktəbə qədər dövr və kiçik məktəbə qədər dövr. Bu hansı yaş əhatə eləyirdi? Kiçik məktəbə qədər dövr 1-3 yaş. Aha. Böyük məktəbə qədər dövrdə 1-6 yaş. Bəli müəllimə. Yaxşı müəllimə, məktəbə qədər təlim nə idi? Məktəbə qədər təlim uşaqların öyrəndiklərini, bir növ gündəlik öyrəndiklərini tətbiq etmə bacarığıdır. Aha. Bir növ bilik, bacarıq, vərdiş və səriştələrin tətbiqi. Aha, daha sonra motivasiyasının formalaşmasına yönəlmiş bacarıqlar. Yaxşı müəllimə, siz mənə nəyi qeyd edin? İnnovasiya nə idi müəllimə? Necə? İnnovasiya nə idi? İnnovasiya yadımdan çıx müəllimə. Yeniliklər. Bəli müəllimə. Yaxşı müəllimə, təlimin məzmunu dedikdə nə başa düşürsüz? Təlimin məzmunu dedikdə Aha. Təlimin məzmunu uşaq şəxsiyyətinin şəxsiyyətin formalaşmasına yönəlmiş bacarıqlar şəklində ifadə edilən təlim nəticələrinin məzmunusu. Aha, bəli müəllimə. Yaxşı müəllimə, qanuni nümayəndələr kimlər idi? Qanuni nümayəndələr uşağın valideynləri, bir də uşaqları qəyyumluğa götürən şəxs. Aha, bəli müəllimə. Bəs müəllimə, siz mənə qeyd edin nəyi? Kurikulumda nələr əks olunmuşdu müəllimə? Kurikulumda təlim nəticələri, inkişaf sahələri üzrə məzmun standartları, sonra onların təlim nəticələrinin təşkili, onların qiymətləndirilməsi, monitorinqin aparılması. Aha, bəli müəllimə. Yaxşı müəllimə, siz mənə nəyi qeyd edin? İkinci körpələr qrupunda müəllimə, məşğələlərin həftəlik miqdarı nə qədər idi? Birinci kiçik qrup yoxsa? İkinci kiçik qrup. Aha. İkinci kiçik qrupda uşaqların məşğələ müddəti məşğələ müddəti 8 saat, 5 məşğələ olur, 8 saat. Bəli müəllimə. Hansıları idi müəllimə? Ətraf mühit tanışlıq, nitq inkişafı 2, həftədə 2 dəfə, hərəkətlərin inkişafı həftədə 2 dəfə, musiqi həftədə 2 dəfə, təsviri fəaliyyət 1 dəfə, sonra sensor mədəni tərbiyədə 1 dəfə. Aha, bəli müəllimə. Yaxşı müəllimə, siz mənə məktəb hazırlıq qrupunu qeyd edin. Neçə məşğələ olurdu, hansıları idi, həftəlik miqdarı nə qədər idi? 12 məşğələ, 12 saat, səhv etməmsə 7 məşğələ. Aha, bəli müəllimə. Hansıları idi müəllimə? Məntiqi riyazi təfəkkürün inkişafı həftədə 2 dəfə, sonra mən bütün qruplarda 1 dəfədir, ancaq məktəbə hazırlıqda məntiqi təfəkkür 2 dəfə. Aha, bəli müəllimə. Sonra ətraf aləmlə tanışlıq 1 dəfə, bədii təfəkkürün inkişafı 1 dəfə, sonra savad təlimi və nitq inkişafı 2 dəfə, təsviri fəaliyyət, yəni yapma, quraşdırma, rəsm 2 dəfə, musiqi 2 dəfə, fiziki mədəniyyətdə 2 dəfə. Aha, bəli müəllimə. Yaxşı müəllimə. Səriştələr dedikdə nə başa düşürsüz? Səriştələr bilik, bacarıq, dəyərlər, yanaşma. Aha, bəli müəllimə. Yaxşı müəllimə, siz mənə qeyd edin fəaliyyətdə olan səriştələri. Fəaliyyətdə olan səriştələr informasiya savadlılığı, maliyyə savadlılığı,
sonra əməkdaşlıq, ünsiyyət, bir də Rəqəmsal savadlıq. maliyyə savadlığı. Rəqəmsal savadlıq. Yaxşı müəllimə, tənqidi təfəkkür nədir? Tənqid təfəkkür uşaq bildiyi hər hansı məlumatla bilmədiyi məlumat arasında müqayisə etmək, yəni fərqi tapmaq. Eynilik və fərqləri müəyyən etməyi bacarır. Fərqləri müəyyən etmək. Tənqidi təfəkkür bəs hansı belə deyək kateqoriyadaydı? Bu tənqidi təfəkkür birinci Təfəkkürlə müəllimə. bildim müəllimə. Yaxşı müəllimə, rəqəmsal savadlılıq nə idi? Rəqəmsal savadlılıq, yəni o müasir texnologiyadan uşaq məlumatlıdır. Bu hansı prinsipimizə əsaslanır? Bu tələb yönümlülük. Bəli müəllimə. Yaxşı müəllimə, siz mənə qeyd eləyin, fəal vətəndaş mövqeyi dedikdə nə başa düşürsüz? Uşaq yaşadığı ölkədən, yaşadığı yer haqqında məlumatlıdır. Bəli müəllimə. Bəs müəllimə, milli kimliyin dərki və milli iftixar hissi? Bu dövlətini tanıyır, bayrağını, gerbini tanıyır, himnini tanıyır. Bəli müəllimə. Yaxşı müəllimə, siz mənə qeyd eləyin, inkişaf yönümlülük prinsipi dedikdə nə başa düşürsüz? İnkişaf yönümlülük prinsiplə nailiyyətlərin təhlili, uşaq inkişafının izlənməsi. Bəli müəllimə, bir növ uşağın inkişafını mütəmadi qiymətləndirmə. Yaxşı müəllimə, siz mənə nəyə qeyd eləyin? Uşaq yönümlülük prinsipində biz nələri nəzərə alırdıq? Uşaqların maraq və ehtiyaclarını, öyrənmə potensialını, maraq və ehtiyaclarını. Bəli müəllimə. Yaxşı Müjgan müəllimə, çox sağ olun. Siz də sağ olun. Digər müəllimələr kim əlini qaldırıb? Ülviyə müəllimə. Bir də axşamınız xeyir. Axşamınız xeyir Ya müəllimə. Allah. Müəllimə, mən bugün çıxa bilərəm. Bəli müəllimə, çıxa bilərsiniz. Çox sağ olun müəllimə. Siz də sağ Maşallah olun. Müşkən müəllimə, çox gözəl cavab verdiniz. Sağ olun. Sağ olun müəllimə. Yaxşı Ülviyə müəllimə, siz mənə qeyd eləyin nəyi? Tələb yönümlülük prinsipi dedikdə nə başa düşürsüz? Dövrün tələbi, dövrə uyğunlaşmalıyıq. Yəni ki, yeniliklər, rəqəmsal savadlılıq, Bəli müəllimə. informasiya savadlılıq. Yaxşı müəllimə, siz mənə qeyd eləyin. Məktəbə qədər təhsildə qiymətləndirmə dedikdə nə başa düşürsüz? Uşağın inkişafının izlənməsini. Bir növ, yəni uşağın fəaliyyətini biz mütəmadi olaraq izləyərək bir növ qiymətləndiririk, dəyərləndiririk uşağın fəaliyyətini müəllimə. Yaxşı müəllimə. Yaxşı müəllimə, siz mənə qeyd eləyin, metodist kimdir müəllimə? Metodist ali təhsilli bizim Nə işinə baxır müəllimə? O vəsaitlər bizə belə təlim tərbiyə işlərinə bir növ metodik rəhbərliyi həyata keçirir. Yaxşı müəllimə, orta təhsilli ola bilərmi metodist? Yox, həyatı boyu. Mütləq ali təhsil olmalıdır. Bəli. Yaxşı müəllimə, tərbiyəçi ola bilər, o yox. Bəli. Yaxşı müəllimə, siz mənə qeyd eləyin, məktəbə qədər təhsil müəssisəsinin hansı növləri var idi? Təhsil müəssisəsinin körpələr evi, uşaq bağçası, körpələr evi, uşaq bağçası. Yaxşı müəllimə. Hüquq nədir, vəzifə nədir? Bunu mənə fərqləndirə bilərsiniz? Hüquq bizim borcumuz, hüquq bizim haqqımızdır. Vəzifə bizim borcumuzdur. Uşaqlarda vəzifə olmur, onlarda yalnız hüquq olur. O da bizim birbaşa vəzifəmizdir. Bəs müəllimə, hansı məcburidir? Hüquq yoxsa vəzifə? Vəzifə. Bəli müəllimə, vəzifə. Yaxşı müəllimə, siz mənə qeyd eləyin nəyi? Təlim üç bucağına kimlər daxildir? Təlim üç bucağına uşaq, valideyn, bir də tərbiyəçi müəllim. Bəs müəllimə, siz mənə qeyd eləyin, diferensiallıq nə deməkdir? Diferensiallıq uyğunlaşma. Yəni hər uşağın potensialına uyğun yanaşmamız. Yəni fərdi xüsusiyyətlərini nəzərə almalıyıq hər bir uşağın. Bəli.
Aha. Yaxşı müəllimə, siz mənə qeyd eləyin. Nəyi? Deyirəm ki, tərbiyəçi yeni mövzu keçir. Ancaq əvvəlcə uşaqların diqqətini cəlb etmək üçün şəkillərdən istifadə edir. Hansı prinsipə əməl edir? Əyanilik prinsipi, motivasiya. Aha, bəli müəllimə. Etapı. Aha. İlkin giriş etapı. Yaxşı deyirəm ki, bir dəqiqə. Qeyd eləyirəm ki, uşaqlara zəhmət olmasa növbə ilə oynayın. Hansı səriştə formalaşır uşaqlarda və hansı prinsip? Qaydadır bu, növbə ilə oynayın. Səriştə ilə prinsip, fəaliyyət, ünsiyyət olmalıdır elə. Aha, bəli müəllimə, ünsiyyət. Bəs prinsip olaraq? Prinsip olaraq sosial nə olar orada? Əməkdaşlıq müəllimə. Əməkdaşlıq, bəli. Əməkdaşlıq. Yaxşı müəllimə, siz mənə qeyd eləyin. Mədəni müxtəlifliyə hörmət hansı prinsipə uyğun gəlir? Dünyəvilik. Aha, bəli müəllimə. Dünyəvilik nə idi müəllimə? Yəni biz tolerantlıq, dözümlülük, biz yəni hər bir insanın seçimini, hamısına hörmət eləməliyik. Hörmətlə, yəni onların adət-ənənələrinə, hətta dövlət atributlarına düşman ölkə olsa belə biz hörmətlə yanaşmalıyıq. Bəli müəllimə, yəni ayrı seçkiliyə yol verməməliyik. Din dövlətdən ayrıdır. Aha. Bəli. Yaxşı müəllimə, siz mənə qeyd eləyin nəyi? Kooperativlik nə deməkdir müəllimə? Kooperativ birgə iş. Yəni əməkdaşlıq. Bir növ əməkdaşlıq kimi, bəli, əməkdaşlıq kimi. Yaxşı müəllimə. Deyirəm ki, aydan nitq etiketlərindən istifadə edir. Bu zaman aydanda hansı səriştə formalaşıb? Nitq. Aha. İdrakidir da o, ünsiyyət. Ünsiyyət, bəli müəllimə. Bəs deyirəm ki, Gülər pul və qənaət barədə məlumatlıdır. Maliyyə. Aha, bəli müəllimə. Bəs dövlət rəmzlərini tanıyırsa müəllimə? O bir dəqiqə. Aha. Milli kimliyin dərki. Aha, bəli müəllimə. Hörmət, bəli, milli kimliyin dərki və milli iftixar hissi. Yaxşı müəllimə. Çox sağ olun müəllimə. Allah razı olsun sizdən də. Biraz həyəcanlıyam, bizə qoşulurum. Hə, müəllimə, eyb yox. Daha sonra... Aha, Məhəmməd Əli yazılan müəllimə. Salam, axşamınız xeyir müəllimə. Axşamınız xeyir müəllimə. Siz mənə deyə bilərsiniz müəllimə, kurikulum nədir? Kurikulum təhsilin təşkilini, qiymətləndirilməsini, bir də monitorinqini həyata keçirən sənətdir. Bəli. Formaldır yoxsa qeyri-formal? Yəqin formal olar deməli. Aha, formaldır. Yaxşı müəllimə, siz mənə qeyd edin. Fasilitasiya nədir, fasilitator nədir? Bunların fərqi nədir? Fasilitasiya fəaliyyətin elə biləsən səmərəli təşkili. Fəaliyyətin təşkilidir, orada olan diskusiyadır, fəal təlimdir, amma fasilitator müəllimdir də, onu öyrədən şəxs. Aha, bəli. Yaxşı müəllimə, siz mənə qeyd edin, savad təlimi hansı inkişaf sahəsinə əsaslanır? İdrak inkişaf sahəsi. Bəs ətraf aləmlə tanışlıq? O da idrak inkişaf sahəsinə aid. Aha, deyirəm ki, uşaq məkan və zaman anlayışlarını fərqləndirə bilir. Fərqləndirə bilir. Aha. İdrak inkişaf sahəsi deyil müəllim. Bəli müəllimə. Deyirəm ki, bayram, əyləncə və səhnəciklərdə belə deyək də iştirak edir. Hansı inkişaf sahəsi? O estetik inkişaf deyil müəllim. Aha, bəli müəllimə. Deyirəm ki, nağılları səhnələşdirir. O da estetik inkişaf, yaradıcıdır deyə müəllim. Aha, öz hərəkətlərini dəyərləndirir.
O sosial, emosionaldır məncə. Bəli, müəllimə. Bəs əmək bacarıqlarını nümayiş etdirirsə? O estetikdir də. Estetik, Aha. yaradıcıdır da, o da Bəli, yaradıcı. müəllimə. Bəs deyirəm ki, özünə xidmət bacarıqlarını nümayiş etdirir, özünə xidmət əməyi. O birinci inkişaf sahəmizə aiddir. Aha. Kollektiv əməkdə iştirak edir uşaq. O estetik əmək. Sosial, emosional müəllimə. Sosial, emosional. Hə, onu da unutdum, qarışdırdım müəllim. Bəs gigiyena qaydalarına əməl edirsə? Gigiyena qaydaları birinci inkişaf sahəmizin. Bəli, fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik. Bəs ünsiyyət bacarıqlarını nümayiş etdirirsə? Ünsiyyət bacarığı sosial, emosional. Aha, bəli, müəllimə. İnkişaf sahəmizə aiddir. Yaxşı, müəllimə, siz mənə qeyd edin, qanuni nümayəndələr kimlərdir? Qanuni nümayəndələr uşağa cavabdeh olan şəxslərdir, valideyndir, qəyyumlardır. Aha, uşağı bir növ qəyyumluğa götürənlər, valideynlər. Yaxşı, müəllimələr, bugünlük bu qədər. Gecəniz xeyrə. Vaxt indi yoxdur. Gələn dəfə siz daha çox sual cavab eləyəcəm. Çox sağ olun müəllim. Allah razı olsun. Sağ olun müəllimələr, hələlik. Çox sağ olun.